Sizə danışılan nağıllarla yatırdılar. İndi oyanmaq vaxtıdır. Bilirsiniz, bəlkə də həyatımızda eşitdiyimiz ən böyük yalan elə bu uğur hekayələrinin özüdür. Elə isə gəlin bugün bu yalanın pərdə arxasına birlikdə baxaq. Uğur hekayəsi yalanı. Hə, düz eşitdiniz. Çünki bilirsiniz, bizə həmişə nə deyirlər? Çox çalış, əziyyət çək, axırda mütləq qalib gələcəksən. Yaxşı, bəs bu həqiqətən də belədir? Yoxsa bu sadəcə bizi oyunda saxlamaq üçün uydurulmuş müasir bir nağıldır? Yaxşı, gəlin başlayaq uğur hekayəsi yalanından. Mən sizə indi bir hekayə danışacağam və əminəm ki, bu hekayə sizə çox tanış gələcək. Bilirsiniz, o bizə həmişə ilham vermək üçün danışılan klassik nağıllar var ha, bax elə onlardan biri kimi başlayır. Söhbət Həsənin hekayəsindən gedir. Hər şey 14 yaşlı Həsənin kompüterlərə dəli kimi vurulması ilə başlayır. Amma ortada kiçik bir problem var idi. Ailəsinin ona kompüter almağa imkanı yox idi. Tanış səslənir, elə deyilmi? Sanki sıfırdan başlayan bir qəhrəmanın klassik hekayəsidir. Amma Həsən təslim olanlardan değildi. Təsəvvür edirsiniz, düz 7 il internet kafelərdə döşəmə təmizlədi. Niyə? Sadəcə o kompüterlərə yaxın olmaq üçün. Sonra dayandı? Yox. Öz-özünə kompüter təmirini öyrəndi və nəhayət pul yığıb öz şəxsi internet kafesini açdı. Baxın, əzmkarlıq, fədakarlıq, bunlar bizə öyrədilən o uğur düsturunun əsas maddələridir. Bəs sonra biznesi iflas etdi. Amma hekayələrdəki əsl qəhrəmanlar yıxılanda təslim olurmu? Əlbəttə yox, Həsən də olmadı. Borclarını ödəmək üçün bir yeməkxanada işləyə-işləyə gedib proqramlaşdırma kursuna yazıldı. Bax, bu odur. Bizə danışılan bütün uğur hekayələrindəki o sarsılmaz iradə. Və beləcə gəlib çatırıq hekayənin kulminasiya nöqtəsinə. 47 yaşında bütün bu həvəsdən, bu amansız mübarizədən sonra Həsən Göyçək kimdir? Hə? Bu sual sanki milyonlarla dollarlıq bir şirkətin böyük bir uğurun anonsu kimi səslənir, elə deyilmi? Gəlin görək, bütün bu çətinliklərdən sonra o kim oldu? Həsən Gökçə bir məktəb yeməkxanasının meneceridir. Budur reallıq. Bütün gözləntilərin tam əksinə, nə milyarder, nə də böyük bir şirkətin rəhbəri. Sadəcə bir məktəb yeməkxanasının meneceri. 1 milyon dəfə. Dəhşətli rəqəmdir, deyilmi? Bu rəqəm sadəcə bir statistika deyil, bu soyuq bir reallıqdır. Yəni, bizə göstərilən o tək-tük Bill Gates nümunələr var ha, onlar qayda deyil, onlar istisnadır. Həqiqət isə budur ki, hər birimizin bir Bill Gates olmaqdansa, bir Həsən Gökçə olma ehtimalı düz 1 milyon dəfə daha çoxdur. Yaxşı, bəs onda belə bir sual yaranır. Niyə bizə ancaq qaliblərin, o istisnaların hekayəsini danışırlar? Səbəb, beynimizin bizə oynadığı bir oyundur. Gəlin, sağ qalanların hekayəsi deyilən bu tələyə daha yaxından baxaq. Gəlin belə bir şey düşünək. İkinci Dünya müharibəsidir və döyüşdən qayıdan təyyarələr bax bu vəziyyətdədir. Sual budur, təyyarəni daha möhkəm etmək üçün zirhə harasına əlavə edərdiniz? Güllə dəlikləri olan yerlərə, yoxsa başqa yerlərə? Bir anlıq fikirləşin. Bax, bu sualın cavabı sağ qalma qərəzliliyi deyilən bir məntiq xətasında gizlidir. Yəni, nədir bu? Bu deməkdir ki, biz prosesdən sağ çıxanlara, yəni uğurlu olanlara o qədər fokuslanırıq ki, gözümüzün önündə olmayan o saysız hesabsız məğlubları, uğursuzları tamamilə unuduruq. Və bu, bizim reallıq hissimizi başdan aşağı dəyişir. Yaxşı, qaydaq təyyarə məsələsinə. Düzgün cavab nədir? Düzgün cavab ilk ağla gələnin tam tərsi. Statistik Abraham Waldın dahi məntiqinə görə zirə güllə dəlikləri olan yerlərə yox, heç bir güllə dəliyi olmayan yerlərə əlavə edilməlidir. Niyə? Çox sadə. Çünki mühərrik kimi həyati yerlərdən vurulan təyyarələr heç vaxt bazaya geri qayıtmayıb. Biz onları görmürük. Deməli, əsl məlumat sağ qalanlarda deyil, bizim heç vaxt görmədiyimiz o uğursuzluqlarda gizlidir. Yaxşı, bəlkə də deyirsiniz ki, mən çox istedadlıyam, çox çalışıram. Bu bəs etməzmi? Gəlin indi də həyatın bu biraz saxta oyununa baxaq və istedadla uğur arasındakı o şok edici boşluğu görək. Baxın, istedad və ya zəka təbiətdə adətən normal paylanır. Yəni, bu qrafikdəki kimi bir zəng əyrisi formalaşdırır. Çox az insan həddindən artıq istedadlı, çox azı isə istedadsızdır. Əhalinin böyük əksəriyyəti, yəni bizlər, ortada bir yerdəyik. Bu məntiqlidir, deyilmi? İndi isə gəlin sərvətin paylanmasına baxaq. Mənzərə tamamilə fərqlidir.
Burada heç bir zəngərisindən söhbət gedə bilməz. Sərvət kəskin bir güc qanununa tabedir. Yəni, çox kiçik bir azlıq sərvətin inanılmaz dərəcədə böyük bir hissəsinə sahibdir. Bir dəqiqə dayanaq və düşünək. Əgər uğur sadəcə istedada və çox çalışmağa bağlı olsaydı, bu iki qrafik bir-birinə bənzəməli idi. Amma bənzəmir. Bu, bizə çox sayda amma çox güclü bir həqiqəti pıçıldayır. Oyun bizim düşündüyümüz qədər ədalətli deyil. Yaxşı, bəs niyə o ən uğurlu insanlar bizə həmişə sadəcə çox çalışın, mənim kimi olun deyirlər? Gəlin görək, qaliblər niyə çox vaxt ən pis hekayəçilər olurlar? Çünki uğur insanı özünün sahib olduğu üstünlüklərə qarşı kör edə bilir. Bunun üçün gəlin məşhur bir monopoliya təcrübəsinə baxaq. Təsəvvür edin, 2 nəfər oyun oynayır, amma oyun əvvəldən ədalətsizdir. Bir oyuncu, yəni varlı olan 2 qat pul, 2 zər və daha çox imkanla başlayır. Digəri, kasıb oyuncu isə yarı pul və tək zərlə. Bəs oyun irəlilədikcə nə baş verir? Varlı oyuncular getdikcə daha səsküylü, daha aqressiv olmağa başlayır, daşlarını taxtaya daha bərkdən vurur, masadakı qəlyanaltılardan daha çox yeyirlər, sanki bu qələbə onların haqqıdır. Və oyun bitib qalib gələndə nə deyirlər bilirsiniz? Mən öz güclü strategiyam sayəsində qazandım. Onlar oyunun əvvəlində onlara verilən o böyük üstünlüyü tamamilə unudurlar. Yaxşı, bütün bunları eşitdikdən sonra bəlkə də deyirsiniz ki, hər şey ədalətsizdirsə, onda nə etməli? Ümidsizliyə mi qapılmalıyıq? Əsla. İndi gəlin inkişafın əsl mühərrikini tapmağa çalışaq. Yəni, uğursuzluğu mənimsəməyə. Gəlin, bir fotoqrafiya dərsində aparılan bir təcrübəyə baxaq. Müəllim sinfi 2 yerə bölür. Kəmiyyət qrupuna deyir ki, sizin qiymətiniz çəkdiyiniz şəkillərin sayına görə veriləcək. Yəni, nə qədər çox şəkil çəksəz, o qədər yüksək qiymət alacaqsınız. Keyfiyyət qrupuna isə deyir, sizdən sadəcə bir cəbdənə, amma mükəmməl bir şəkil istəyirəm. Yaxşı, sizcə semestrin sonunda ən yaxşı, ən keyfiyyətli işlər hansı qrupdan çıxdı? İlk baxışda təəccüblü görünsə də kəmiyyət qrupundan. Səbəb? Çox sadə. Onlar yüzlərlə şəkil çəkərkən dayanmadan səhv etdilər, səhvlərindən öyrəndilər, təcrübə topladılar, daha yaxşı oldular. Yəni onlar uğursuzluqdan qorxmadılar. Digər qrupu isə mükəmməllik haqqında o qədər çox nəzəriyyə qurdu ki, demək olar heç bir şey etmədi. Deməli, ustalığa gedən yol mükəmməlliyə cəhddən deyil, çoxlu səhv etməkdən keçir. Beləliklə, bütün bu danışdıqlarımız bizi son və bəlkə də ən vacib suala gətirib çıxarır. Əgər böyüməyin yolu səhv etməkdən keçirsə, sizin üçün oynamağa dəyən ən yaxşı uduculan oyun hansıdır? Yəni, hansı sahədə səhv etməkdən, uğursuz olmaqdan qorxmadan özünüzü sınamağa dəyər? Düşünürəm ki, bu sual üzərində biraz fikirləşməyə dəyər. Əgər bu təhlilimiz xoşunuza gəldisə, Sətir6 YouTube kanalımıza abunə olmağı, zəng işarəsinə basıb bildirimləri açmağı və bu bölümü dostlarınızla paylaşmağı unutmayın. Aşağıda şərhlərdə bu mövzu haqqında nə düşündüyünüzü mütləq bizimlə bölüşün. Və əlbəttə, növbəti dəfə hansı kitabın, hansı ideyanın izahını görmək istəyirsinizsə, onu da yazın. Sizin fikirləriniz bizim üçün həqiqətən çox önəmlidir. Növbəki izahda görüşənədək.